Salam, hər vaxtınız xeyir əziz abituriyentlər. Bildiyiniz kimi bugün aprelin 5-i 9-cu siniflərin buraxılış imtahanı keçirildi. İngilis dili üzrə onun izahlarına baxacağıq. İlk öncə videonun aşağı hissəsindən link qoymuşam. Oradan daxil olub PDF formasını ingilis dilindən götürə bilərsiniz kanaldan. Listeningin dinləmə mətni hazırda yoxdur. Ona görə biz başlayırıq qısa mətnlərdən, short tekstlərdən və digər qrammatika suallarından. Başlayaq onda 5-ci sualdan. Deməli, 5-ci sualda nə deyir? Birinci qısa mətnimizi tərcümə eləyək. Dear travelers, əziz səyahətçilər, please remember to arrive at the airport at least 2 hours before your flight. Yəni siz aeroporta uçuşunuzdan 2 saat, ən az 2 saat qabaq gəlməyi unutmayın. Make sure you have your passport and tickets with you. Əmin olun ki, pasportunuz və biletiniz üzərinizdədir. Pack your luggage carefully and read the basic rules about what you can bring. Yəni diqqətlə öz yükünüzü yığın, qablaşdırın diqqətlə və özünüzlə nə gətirməlisiniz? Bununla bağlı qaydalara da diqqət edin, oxuyun. Don't forget to bring some food and water for your trip. Özünüzlə yemək və qida və su gətirməyi, səyahət üçün gətirməyinizi unutmayın. Have a safe and enjoyable journey. Gözəl və təhlükəsiz bir səyahət arzuluyuruq və bunu deyən kimdir? Səyahət agentliyi Bravo da onun adıdır. İndi bizdən bu qısa mətnə düz olanı istəyir. Agency asks passengers not to forget taking their passport and tickets. Bu düzdür də. Deyir ki, agentlik sərnişinlərdən xahiş edir ki, öz pasport və biletlərini unutmasınlar. Yəni burada deyirdi də, öz pasportunuzu və biletinizi unutmayın. Yəni bəndimiz düzgün variantdır. Davam edirik. 6-cı sualda nə deyir? Dear teachers, əziz müəllimlər, there will be a picnic this Saturday at 12 p.m. for the teachers of the school in the park. Deyir ki, 6-cı gün saat 12-də bizim məktəbin müəllimləri üçün parkda bir piknikimiz olacaq. If family members want to join the picnic, they should pay half the price of the bus journey. Əgər ailə üzvlərindən kimsə piknikə qatılmaq istəyirsə, bu avtobus səyahətinin məbləğinin yarısını ödəməlidir. Everyone should bring their lunch. Hər kəs gərək öz qəlyanaltısını gətirsin. Come and have fun together. Gəlin və bizlə birlikdə əylənək. Sincerely, səmimi qəlbdən. Teachers Club, müəllimlərin klubu, müəllim klubu deyəydim. İndi burada düz olanı istəyir bizdən. Teachers should take their lunch with them to the picnic. Müəllimlər özləri ilə öz qəlyanaltılarını, öz yeməklərini gətirməlidir. Burada deyir daxı. Baxın deyir ki, everyone should bring their lunch. Hər kəs gərək öz yeməyini gətirsin. Onlar bəndi düzdür. Digərinə baxaq. 7-ci sual. Dear Kathleen, I'm inviting you to my birthday party at my cousin's house this Friday. Səni bugün, bu 5-ci gün daha doğrusu, öz xalam, cousin, xala oğlu, dayı oğlu, dayı qızı, tutaq ki, dayım oğlunun evinə ad günü partimə dəvət edirəm. Let me explain to you how to get there. Gəl sənə ora necə satacağını, necə gələcəyini izah edeyim. If you take your car, əgər öz maşınını götürsən, öz maşınla gəlsən, drive directly on the forest road, forest küçəsi ilə, forest yolu ilə birbaşa sür, then drive past Brownsville and take exit 30A, yəni bu küçəyə daxil ol. Drive down the road there, oradan aşağıda get, nə bilim, turn left, sola dön. It's the first big house on the right. Sağda ilk böyük ev, həmin evdir. See you there, orada görüşərik, love Mary. Deməli, bunu kim deyir? Kathleen, Mary deyir, Mary. Kimə deyir? Kathleenə. Baxaq görək variantlara. Kathleen sends Mary the home address of her cousin. Öz dayısı oğlunun ev adresini Kathleen Mary'e yox, Mary Kathleen'ə. Çünki bu məktubu yazan kimdir? Mary'dir. Kathleen'ə yazıb. A bəndi səhvdir. Mary asks Kathleen to come to her birthday party by her cousin's car. Öz dayısı oğlunun maşınında gəlmir. Bunu yazanda deyir ki, sən öz maşınınla gəlsən əgər mənim dayım oğlunun evinə. Ona görə bu da səhvdir. Mary describes
The way to her cousin's house to Kathleen. Bu düzdür də. Mary ona Kathleen'e yani evi şey edir. Təsvir edir, yolu göstərir yəni. C bəndimiz olar. Davam edirik. Böyük mətin. Kano Crystals is a unique and colorful river in Colombia, South America. Cənubi Amerika, Kolumbiyada yerləşən nadir bir rəngarəng nədir? Çaydır Kano Crystals. Yəni burada mətnimiz bir çayın haqqındadır və çox kiçik, sadə sözlərdən ibarət bir mətindir. Birinci cümləmizə baxaq. What makes Kano Crystals famous? Yəni bu çayı məşhur eləyən nədir? Baxın, bax burada deyir. Kano Crystals is popular for its different colors. Fərqli rənglərinə görə məşhurdur. Deməli, onu məşhur eləyən nədir? Different colors of the in the river. Çaydakı fərqli müxtəlif rənglər. B bəndimiz düzgündür. 9-cu suala baxaq. Which statement is false deyir. Səhv olan cümləni istəyir bizdən. The plants growing on the Kano crystals give it a red color. Yani həmin çayın dibində yetişən bitkilər ona qırmızı rəngi verir. Baxa görə qırmızı rəngi ona nə verir? Its red color comes from a red plant growing on the river. Yəni çayın dibində yetişən o qırmızı bitkilər ona qırmızı rəngi verirmiş. Ona görə bu düzdür. Biz də B bəndinə baxaq. Black stones and yellow sand don't affect the color of the river. Yani bu qara daşlar və sarı qum çayın rənginə təsir etmir deyir. Amma mətndə nə deyir? Mətndə deyir ki, orada müxtəlif rənglər var və ona təsir edən şeylər other colors come from digər rənglər hardan gəlir? Black stones, qara daş, green plants, yaşıl bitkilər, blue water, mavi su and yellow sand, sarı qum. Deməli, bunlar hamısı onun rənginə təsir eləyirsə, deməli, təsir eləyir də o zaman çaya. B bəndimiz səhvdir, bizdən səhvi istəyir. 10-cu suala baxırıq. Tourist ardını tamamlayırıq. Can visit the river by getting a special document. Yəni, ora səyahət eləmək üçün xüsusi bir sənəd əldə eləməlidir, almalıdır deyir. Baxaq görək bu mətndə verilinmi? Yəni, turistlər ora xüsusi sənədlə mi gedirlər? Tourists can only Kano crystals with a guide. They can book a tour. Hatta yukarıda, daha yukarıdaki cümlede. Tourists need a document from government allowing them to enter the area. Əraziyə daxil olmaq üçün hökumətdən gərək bir sənəd əldə eləsin, alsın. O zaman elə bəndi düzdür də. Sənəd almalıdır. Yəni, biz they play without the help, bu deyil. Bələdçi ilə getməlidir. Cavabımız olur burada A bəndi. 11-dən mətnimiz nə haqqındadır? Mətin Kolumbiyada, Cənubi Amerikada yerləşən rəngarəng bir çay haqqındadır. Buna uyğun gələn variant A Unique River in Colombia. B bəndi. Çox sadə formada düşüb uşaqlar imtahan. Yəni ingilis dili onsuz da gözlənilən idi. 11-ci siniflərdə də elə sadə formada düşmüşdü digər fənlərə nisbətən. 12-ci suala baxırıq. Only a guide can book a tour to Kano Crystals. Yalnız bələdçi həmin çaya tur sifariş verə bilər. Amma biz görürük ki, burada deyir ki, turistlər özləri də ora, bax, tourists can only visit Kano Crystals with a guide. They can book a tour. Yəni bir dənə tur sifariş verə bilərlər. Yalnız bələdçi yox, turist özü də verə bilər. The sun affects the color of the river. Günəş çayın rənginə təsir eləyirdi. Baxın. These colors change depending on the sunlight. Yəni bu rənglər dəyişir nədən asılı olaraq? Günəşdən. Deməli, günəş təsir eləyir ora, günəş işığından. The location of the river includes mountains as well. Yəni, həmin çayın yerləşdiyi əraziyə, çayın ərazisinə, yerinə dağlar da daxildir həmçinin. Bax, burada deyir ki, there are a lot of mountains and lakes around the river. Çayın ətrafında çoxlu göllər və dağlar var. O zaman 2-3 düz olacaq. Onun yerləşdiyi yerə çay və, daha doğrusu göl və dağlar daxildir. Helicopter is the last vehicle to use when you visit the river. Çaya səyahət eləyəndə helikopter sonuncu nəqliyyat vasitəsi deyil. Bax, burada deyir ki, first you use helicopter. Birinci sən helikopterdən istifadə edirsən, sonra qayığa minirsən, sonra sonuncu piyada gedirsən. O zaman helikopter birincidir. 2-3 sualımızdır. 2-3 sualımızdır. Qrammatikaya başlayırıq. Birinci sualda. 2-3 sualımızdır. Qrammatikaya başlayırıq. Birinci sualda. 2-3 sualımızdır. Qrammatikaya başlayırıq. Birinci sualda. 2-3 sualımızdır. Qrammatikaya başlayırıq. Birinci sualda.
Passive voice deyir. At Dianas bu düzgündür. Biz bilirik ki, yəli hal yer zərfi kimi işlənərsə cümlənin sonunda gəlir genəldə yer zərfi. Təbii ki, zaman zərfi varsa ondan sonra gələcək. İsimsiz işlənə bilir və onu biz düzgün yəli hal kimi götürürük. My neighbor's door, bu da düzdür. Mənim qonşumun qapısı. Yəni 2 də düzgün olacaq. 3'də this yazmışamsa ismin qabağına. O zaman bu isim təkdə olmalıdır. Apostrof s olmalıdır. 4'də də mən sözü heç vaxt s-lə cəmlənmir. Cavabımız burada 1-2'dir. Səhv yazıbdır. Cavabı. 14'də mübtada xəbər uzlaşmasıdır. Ofdan olan ifadə mübtada olarsa ofdan əvvələ baxmalıyıq. Bax sözü təkdədir. Təkdədirsə is qoyaram, was qoyaram. Cavab nədir burada? 2 ilə 3. A bəndi. 14'də. 15'də ikili bağlayıcılar var. Bağlayıcı mövzusundan bilirsiniz. Neither nor, either ordu, whether ordu, not only but also'dur. Both and'dir. Burada o dediklərimdən neither norla işlənir. Both and ilə işlənir. Bunlar zaten səhvdir. Either yenə orla. Neither də norla. Çox sadə bir test C bəndidir. 16-cı sualda qaydalı feil istəyir bizdən. Qaydalı. Regular qaydalıdır. Invite'dır, qaydalıdır. Press qaydalıdır. Built olur. Bu qaydasızdır. Set hamısı eynidir. Dig dug'dır. Grew'dur. Bu qaydasızdır. Cow sneeze'dir. Introduce'dur. Bunlar qaydalıdır. Sent olur. Forgotten. Bu da səhv. Cavab burada nədir? Eləcə. Qaydalı istəyir ha, buna diqqət edin. Qaydasız demir bizə. Qaydalı, regular. Yəni id ilə düzələnlər, kökdən dəyişənlər yox. 17. This is one of the oldest, sifətin üstünlük dərəcəsinin qabağında z olar. İsimlə düzələn yer zərflərində sözünü ilə düzələn yer zərflərində ismin qabağında z işlədirik. In the city. This is one of the oldest towers in the city. Cavab Y bəndidir burada. 17'də. 18-ci suala baxaq. Crowded. Basa-bas, sıxlıq deməkdir. B bəndinə baxaq görək nədir burada? Having a lot of people, düzdür. Bura B bəndidir, çoxlu insanın olması. Mild, mülayim, orta, yumuşaq. Not strong, kifayət qədər güclü yox. Güclü olmayan. Ordinary, adi deməkdir. Not unusual or different in a way. In any way. Yəni not unusual nədir? Qeyri-adi olmayan, yəni adi də. Antonimi veriblər, bu da adi. Düzgündür bu. 1B, 2C, 3A demən. 19'da bizdən sözünü istəyir. The shop which is house is closed at the weekend. Həftə sonu ətlə işlənir. 2 dənə variantın qaldı burada. Between 2 əşya arasında olur. House sözü bir dənə əşyadır burada. Next to. The shop which is next to the house is closed at the weekend. Cavabımız olur burada. Y bəndi. 20-ci sualda verilmiş cümləni məhsula çevirməyimizi istəyir bizdən. İlk öncə tamamlığımız a birthday party. Ayı çıxaram buradan. Cümləmiz keçmiş sadə zamandadır. Organized, keçmiş sadə zaman məhsula düşür. Was və üstə gəlsin. Participle to. Birthday party təkdədir. Was organized olacaq. C bəndi düzgündür. Davam edirik. 21-ci sualda definition'dır. Disturb, narahat eləmək, notice, sezmək, görmək, attend, iştirak eləmək. To see or pay attention, bu ikiyə notice gedər, görmək. To be present at an event, hər hansısa bir tədbirdə iştirak eləmək, bu attenddir. B bəndi. To stop somebody doing something, kimisə nəyisə eləməyi qoymamaq, dayandırmaq, narahat eləməkdir. Bu 1-ə dolar C bəndi, düzgündür bu. 1C, 2A, 3B. 22'də burada fikir verin, həmcin sifətləri yazılıb. Happy xoşbəxt deməkdir. O zaman bu da eyni mənanı verəcək də. Zaten burada variantlara baxın. 4 dənəsi mənfi mənalıdır, bir dənə müsbət var. I was lucky and happy during the flight because my seat was a window seat. Yəni mən deyir şanslı və xoşbəxt idim, çünki mənim pəncərəm oturacağım pəncərənin yanındaydı. Bura şanslı qoyuram, müsbət məna. B bəndi. 22B. 23'də you will enter the university if you study. Yadda qalsın ki, if'in sağ tərəfi, bura mən xəbər qoymalıyam. Bu xəbər deyil ümumiyyətlə. If'in sağ tərəfi heç bitmiş zamanda və gələcək zamanda ola bilməz. Birinci cümləmiz gələcək olduğuna görə, burada uzlaşmaya görə indiki sadə zaman olmalıdır. First conditional gedir bu. Şərt budaq cümləsinin birinci növü.
Bir if olan ifin sağ tərəfi indikidirsə, digər tərəf gələcək zaman olur. Cavabımız olur burada D bəndi. 24-də close meaning istəyir bizdən, yəni yaxın məna. Strange, ordinary, bunlar yaxın məna deyil, qəribə, adi. Tired, exhausted ikisi də yorğun deməkdir. Burada cavabımız Y bəndidir. 25-ci sual yadımızda qalsın ki, cümlənin sonunda söz önü varsa, sənin sual sözün ya who'dur, ya what'dur, from olarsa V-yə də qoymaq olar. Burada da bu dediyim strukturdan bir who var, bir də V var. Cavabımız 3 ilə 4-dür, düzgündür. Yəni çox sadə formada düşübdü imtahan. Yəni biraz bazası olan şagird düşünürəm ki, buradan indi inşanı heç o əsas balı inşa verir. Digərləri amma orta səviyyəli suallardır. Lüğət bazası olan cümlə qurmağı bacaran, listening, reading tərcümə edən şagird bu imtahanı yazmaqda çətinlik çəkməz. Hər birinizə uğurlar.